Torpaqlarımızın 20% işgal altındadır. Bu bizim ürəyimizdə olan yaradır. Bütün xalqın ürəyində olan yaradır. Ancaq o işgal altında olan torpaqlar bizim için daha da əzizdir. Çünkü bizim özümüzün ixtiyarımızda olan torpaqlar üzərində onun sahipləri yaşayır. Sahipləri və bizim müstəqil devlətimiz. Ama o torpaqlar ise müvəqqəti olarak Azərbaycana təcavüz edən Erməni silahlı qüvvələrinin əl altındadır, onların tapdağı altındadır. O bizim için böyük dərddir, böyük yaradır. Ancaq güman edirəm bu müvəqqəti haldır. Bizim o torpaqlarımız da işgaldan azad olunacaq. İşgal olmuş torpaqların qaytarılması, o Ermənilərin o işgal edilmiş torpaqlardan olması sülh yoluyla imkan olmasa, yani yola gelmeseler, bizim güçlü ordumuz var. Biz bütün gücümüzü cemleyip, gedip ne bağlısı olsun torpaqları azad edecek, siz de öz yerinize, yurdunuza qayıdacaksınız. Ve bildirirəm ki, hamımızın yegane arzusu olan Azerbaycan'ın işgal olmuş torpaqlarının azad edilmesi, Azerbaycan'ın ərazi bütünlüğünün bərpa edilmesi ve sizin bütün işgal olmuş torpaqlardan zorla çıkartılmış, dilergin düşmüş soydaşlarımızın öz doğma torpağına, öz eline, obasına qayıtması bizim ve şəxsən mənim Azərbaycan prezidenti kimi müqəddəs vəzifəmdir və bu vəzifəni mən yerinə yetirmək üçün bundan sonra da əzmlə çalışacağım. Bütün sayılarımızı koyup meselenin sülh yoluyla halletmeye çalışacağız. Eğer bu mümkün olmasa siz aziz bizim zabitlerimiz, aziz silahlı kuvvelerimiz, siz torpaklarımızın azad olması için her gün hazır olmalısınız. Azerbaycan'ın işgal olunmuş torpaqları azad olacak. Azerbaycan müstakil devlet kimi öz taleyinin, öz ərazisinin sahibi olacak, öz torpaqlarının sahibi olacaktır. Buna emin olabilirsiniz. Gün olacaq ki, bu Novruz bayramını bir defa Şuşada keçirdəcəyik. Ki o birisi Laçında, o birisi Kəlbəcərdə, o birisi Ağdamda, o birisi Füzulidə, o birisi Cəbrayılda, Lənkəranda, Qubadlıda. Heç vaxt biz Laçınsız yaşayabilmeliyiz. Ağdam kimi güzel bir şehir, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşayabilmeliyiz. Təsəvvür edebilmeliyiz. Arzu edirəm ki, sizlə birlikte gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa
Azərbaycanın gözüdür. Her bir Azərbaycanlı için bu iftihar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Ben bugün aynı zamanda Ulu Önder Heydər Əliyevin qəbrini ziyaret ettim. Onun ruhu karşısında baş eğdi. Yüreğimde dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerine getirdim. Şuşanı azad etdim. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. Əziz Şuşa, sen azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. İctimai fəallarımız, əziz ictimai nəzarətçilərimiz, əziz Siqnal İctimai Nəzarət Təşkilatının üzvləri, həmfikirlərimiz. Bildiyiniz kimi bugün 28 may Respublika günü ilə bağlı biz toplantı etdik və hal-hazırda Ulu Öndərimizin məzarın ziyarətdən gəldik. Bunu özümüzə bir ictimai fəal olaraq borc bilirik ki, azadlıq elə bir nemətdir ki, onu heç bir şeylə əvəz etmək olmaz. Bu azadlığı bizə Məmməd Əmin Rəsulzadə bəxş etmişdir və ondan sonra bu azadlığı əldə saxlamaq üçün və biz bu azadlığı dadmaq üçün bizim ulu öndərimiz Heydər Əliyev öz Azərbaycanın şah əsərini yaratmışdır və hal-hazırda da biz bir qalib zəfər çalmış bir respublikanın vətəndaşlarıyıq. Zəfər çalmış bir respublikanın vətəndaşlarıyıq. Bildiyiniz kimi torpağı azad etmək çox çətindir və o azadlığı qoruyub saxlamaq o da çətindir. Biz Azərbaycan vətəndaşları olaraq öz üzərimizə düşən hər birimiz öz işimizdə Azərbaycanın çəkilənməsi üçün öz töhfəmizi veririksə, bu Azərbaycanın azadlığının bir ömür boyu qorunub saxlanması deməkdir. Mən həmişə arzu edərdim ki, bizdən sonra gələn nəsillərimiz də, bizdən sonra gələn Azərbaycan vətəndaşları da bu azadlığı qoruyub saxlasınlar və Azərbaycan bir ömür boyu yaşasın.